Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biz hal-hazırda Sevgi Evi Qadın və Uşaq Sığınacağı mərkəzindəyik. Hörmətli izləyicilər, son vaxtlar sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bildirirlər ki, Sevgi Evində uşaqlara şiddət göstərirlər. Bununla bağlı gəldiyi qarşı tərəfin mövqeyini öyrənib sizlərə təqdim edək. Könüldənur İctimai Birliyinin rəhbəri Sevgi Evi Qadın Uşaq Sığınacağını bizim Könüldənur İctimai Birliyinin nəzdindədir. Buyurun, son günlər sosial şəbəkələrdə özünüz də bilirsiniz ki, xoşagəlməz məlumatlar yayılıb. Bununla bağlı nə bildirə bilərsiniz? Bilirsiniz, bu 2021-22-ci ildə bir şərrənmə kampaniyası var idi. Bunu hamı bilir. Və bütün qurumlar, baş prokurorluq da burada araşdırma apardı. Nə şərrənməsi? Hansı ki bir xəstə uşaq var idi. Uşağa olunan bütün o bilirdiniz ki, Xoşqədəm xanım verilişindən yerləşdirilmişdi. Başqa bir sığınacağa apardılar, sığınacaq xəstə olduğuna görə götürmədi. Nə xəstəsidir və uşağın adı? Epilepsiya. Uşağın adının familiyasını demirəm, hamı bilir onu, artıq hamı bilir. Uşağın adı familiyasını deməsin, çünki artıq o uşaqla bağlı adımın hallanmağını belə istəmirəm. Çünki mən əlimdən gələni elədim. Kimsə bilmirsə, Allah bilir, mənim kimi o bəsdir. Mən buranı ana ilə bərabər açmışam, qadın uşaqdır. Və Azərbaycanda yeganə ana uşaq olaraq bizim bir müəssisəmiz var. Və ana uşaq da ananın yanındadırsa, heç kim ona şiddət eləyə bilməz. Və bizim müəssisə Səhiyyə Nazirliyinin nəzdində poliklinika, 18 nömrəli poliklinikanın nəzarətindədir. Yaxın günlərdə də bütün poliklinika özü bütün texnika avadanlıqları ilə gəlib uşaqlara nəzarət edir və burada olan bütün uşaqların girəndən çıxana qədər və fikir verirsiniz, hər tərəf 7-24 kamera və işıqlandırma ilə əhatələnib. Dövlətdən maliyyə almayan bir yerdir. Kiraya ayda rəsmi müqavilə ilə 2500 azyan arenda veririk. Kommunalları ödəyirik. Kommunal ödəməyəndə həmin dəqiqə kommunal kəsilir. Niyə bir adam bunu düşünmür? Neçədir Sevgi Evi fəaliyyət göstərir? Artıq 9-cu ildəyik ki, biz artıq fəaliyyət göstəririk. Uşaqlarımızın, qadınlarımızın yanındayam, dövlətimizin yanındayam, prezidentimizin, birinci xanımımızın, Leyla xanım da müəssisəmizdə iştirak edib, gəlibdir və bu hər zaman da öz dəstəyimizi əlimizdən gələn kimi veririk də. Deyirlər ki, soyuq aylarda, yəni qış aylarında uşaqları o soyuq suda çimizdirmişsiniz və toplum şəkildə, belə deyək. Mən bir şey deyim, mənim kommunallarım rəsmi ödənir. Yayda, qış aylarında, yayda bu dəqiqə bizim 580 manat qaza ödənişimiz olub. Hələ biz kommunal qazı 2 həftə bundan qabaq söndürmüşük. Kombini deyirəm. Və ödənişlər burada dövlətə ödənir. Bilirsiniz ki, kartların hesabları var. O ödəniş çeklərini mən göstərsəm ona necə baxacaqsınız? Uşaqlar çox arıqdır, artıq xəstəlik dərəcəsində arıqdılar. Qidalar az qəbul edir. Baxın da. Bir o səhifəmiz. Bura gətirib qida verənlər heç bunu soruşmurlar ki, necə. O verməyənlər amma çox gözəl danışa bilirlər. Bütün qurumlar buranın araşdırmasını apar və onun sübutu tapılmayıbsa, kimsə bu şəryaxmanı eləyə bilməz. Hüseynli Kamilə, mənim də bir evladım buradadır. İstəmədən, icazəsiz şəkildə mənim uşağımın şəklini çəkiblər. Çəkibdir nədir, orada düzəldiblər. Uşaqlar çox pis vəziyyətdə ki, burada uşaqlar döyülür, şiddət görür, ac saxlanılır. Mən özüm də hal-hazırda buradayım, neçə aydır. Uşaqlar özüm baxıram, çox qəşəngdir. Uşaqların yeməkləri, yatmaqları, durmaqları, hər şey öz qaydasında, rejimlə gedir. Yəni, heç bir yaşı var evladım? Mənim evladımın 7 yaşı var. Xudiyeva İnci. Mənim də 2 uşağım buradadır. Ən çox paylaşan uşaqlardan da bir mənim uşaqlarımdır. Neçə yaşları var evladım? 2 yaş birindədir, 4 yaş birindədir. Qızdılar? Bəli, 2 qızdılar. Mənim də uşaqlarımın vəziyyəti çox yaxşıdır. Uşaqlarımın özüm yanındayam. Hər bir şeylərlə özüm maraqlanıram. Yəni belə bir hal olduqda hür iradəmlə mən özüm buradan ayrıla bilərəm. Amma yəni mən uşaqlarımın yanındayamsa, demək burada hər şey yaxşıdır. Bildirirlər ki, bu sığınacaqda uşaqları soyuq suda çimizdirirlər. Biz də yaxınlaşaq hamama. Görə isti suları varmı? Hələ ki soyuq gəlir, gözləyək. Bəli, isti suları gəlir. İndi hal-hazırda isti su da var. Yəni soyuducunu da çəkək. Çəkək? Yox, çəkək. Çəkək. Uşaqlar çünki bildirirlər ki, ac qalırlar. Bir dənə aşağıdakini çəkin, görün bizim məhsullarımız. Burada bəzi şeylər var, istəmirəm onlar, üstün yarı şeylər var. Soxlar da hər şey var. Baxın, hazır bir ədəd soyuducunuz var. 4 dənə soyuducumuz var. Baxın, hazır yarım fabrikatlar, hamısı hazırdır. Buradan görün neçə dənə yarım fabrikat var. Neçə uşaq var?
Hal-hazırda 24 uşaq, 9 qadındır. Bugün də 2 uşaq yerləşdiriləcək saat 5-6-ın yarısı üçün. Yəni ki, o da ana ilə gəlməlidir. Adın nədir? Səyid. Səyid, eşitdim ki, sən Qarabağ komandasının hansısa bir oyunçusunun fanatısan və onu görmək istəyirsən. O kimdir? Kamil Duran. Ay Allah, inşallah ki, görüşərsiniz, səsi və səs verər, buradan eşidər, ümid edirik, gəlib sənlə görüşər. Gözəl maç eləyir. Canım mənim. Hörmətli izləyici, əl işlərini də təqdim edirlər. Sığınacağa yerləşən bizim gül balalarımızın əl işləridir. Bəli. Və ona da bildirim ki, hörmətli izləyicilər, biz bura gələrkən heç kəsə məlumat vermədən gəldik. Baxaq şəraitlərinə, uşaqların vəziyyətinə, o yüzdən də öncədən bildirmədik.